Belə bir maraqlı suala baxaq. Əvvəlcə qüvvələrin istiqamətini göstərək. Ağırlıq qüvvəsi cisim mərkəzindən aşağı doğru yönəlir. Arximед qüvvəsi yuxarı yönəlir. Gərilmə qüvvəsi ipdən yuxarı yönəlir. Şərtə diqqət edək. Şərtdə deyir, cisim maya daxilində tarazlıqdadır. Yəni tarazlıq şərtini tətbiq etməliyik. Tarazlıq şərtinə görə cisimə təsir edən yuxarı yönəlmiş qüvvələrin cəmi bərabərdir aşağı yönəlmiş qüvvəyə. Buradan gərilmə qüvvəsini taparsaq, ağırlıq qüvvəsi Arximed qüvvəsinin fərqinə bərabər olacaq. Verilənləri yerinə qoyaq. Ağırlıq qüvvəsi 50 Newton verilib. Arximed qüvvəsi 20 Newton. Bu iki qüvvənin fərqi bizə 30 Newton verəcək. Deməli, gərilmə qüvvəsi 30 Newtona bərabərdir.